Şəhriyar Dilqərani bu yaxınlarda bir müsahibə verib, yaradıcı insanlar evlənməsin, hətta ata da olmasın. Çünki bu yaradıcılığı necəsə məhdudlaşdırır kimi bir açıqlaması var. Sonra mən düşündürür ki, bu fikir haqlıdır da adam. Uşağın təhsil haqqını ödəyə bilməyən şair necə romantik şeir yazsın? Bir tərəfdən də düşünürəm ki, repressiya dövründə Necə şeirlərdir? romantik şeir cildində siyasi şeirlər yazılırdı. O da məhdudiyyətdir, bu da məhdudiyyətdir. Necəsə o dövrdəki məhdudiyyətdən sənət doğur, bu dövrdəki məhdudiyyətdən sənət görbagör olur. Səncə səbəb nədir? Mənə elə gəlir ki, olmalıdır, olmamalıdır məsələsi deyil də yenə də. Evlənən yaradıcı insan da var, evlənməyən yaradıcı insan da var. Biraz malı-məli məsələlərini biz gərək yığışdıraq. Bu insana uyğundur. Ola bilər ki, yaradıcı insandır, evlənib uşağı olandan sonra onun ən böyük mesajı əmələ gəlib dinləyicinə və yaxud da seyircisinə düzgün mesajı çatdıra bilər. Kimsə deyir ki, olmamalıdır. İndi mən yaradıcıyam, gəl o sözə inanım. Sevdiyim bir qız var. Heç vaxt evlənməyib ki, mənə deyiblər ki, sən evlənmə, çünki yaradıcısan. Yəni biraz Məişət yaradıcılığı, sürtür məsələsi biraz da yaradıcı insanların məsuliyyətdən qaçmağına bir bəhanə deyil. təsiri var. Amma yenə də individual nisbi məsələ. Elə case tanıyıram ki, doğrudan da yaxşıdır. Elə case tanıyıram ki, uyğun gəlmir. Yenə də daha düzgünü sən öz üzərində qurduğun o template. Bu kodda sən nəyi dəyişə bilirsən və necə dəyişə bilirsən, niyə dəyişirsən və bu sənin xeyrinədir və ətrafının xeyrinədir. Çünki çox zaman olur sənin xeyrinədir, amma ətrafa ziyan verirsən. Yəni bu hər tərəfli o çaxnaşmada sən hansı qərarı verəcəksən və özündə insan kimi hansı müsbət keyfiyyətləri aşılayıb və kiməsə ilham verə bilərsən və yaxud da sadəcə bir sözlə bəlkə kimisə həyatını tamamilə dəyişə bilərsən. Yəni bunun qarşısında yaradıcı bir uğur qazanmaq mənim üçün çox aşağıda qalır. Çünki istənilən insan yaradıcılığa girib hər hansısa bir uğur əldə edə bilər. Nə baş verirsə fərqi yoxdur. Onun mənim daxilimlə əlaqəsi var. Daxilimdə bu var deyə mən onu görürəm, qarşıma çıxır və mənə necəsə aynalıq edir.